namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftə namazdan sonra qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecə namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Hansı bir hacətiniz varsa, bu namazla hacətinizi ala bilərsiniz. La ilahə illallah, vəhdəhu la şərikə ləh, və ləhul mulk, və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, بيده الخير وهو على كل شيء قدير وإليه المسير ولا حول ولا قوة إلا بالله العلي العظيم اللهم صل على محمد النبي الأمي وآله. İnşallah oxuyarsınız, bu namazı da qılarsınız. Ondan sonra hədisdə var ki, elə ki əlləri açmısan, bu duanı bitirən kimi üzvə sürtürsən belə inşallah. Sürtəndən sonra deyir, duan qəbul olar. Allah 60 həcc, 60 ümrənin savabını verər sənə. Belə bərəkətli bir namazdır. Belə bir bərəkətli namazdır inşallah.